My name is Ivana Buzdikhova. I am from Prague, the Czech Republic. I teach at Charles University, and I came to Azerbaijan for the fifth time already to teach Czech at Slavik Baku University. I traveled a lot around Azerbaijan, but I am for the first time in Karabakh. I always wanted to see it. Only now it's possible. And this is a very, very special place, which I like too, but it's damaged partly, and of course it's a rather sad place to visit. But this is very, very special, and I think this is the most beautiful place. Also, I am very grateful to my Azerbaijani friends, especially Nurani, because she brought me over here for this trip on this very special day, the Day of Memory. And I'm very touched that I could commemorate this anniversary with all Azerbaijan. Qərbi Azərbaycandan qaçqın gəlmiş Şükürova Lətifəyəm. Mənim qardaşım da qazidir. Biz 40 ev olmuşuq, 40 evdən şəhidimiz, qazimiz. Allah şəhidlərimizə rəhmət eləsin, analarının əlindən öpürəm. Qazilərimizə Allah kömək olsun, Allah prezidentimizi qorusun. Allah Türkiyə prezidentini qorusun, qardaşlığımızı qorusun, Pakistanı qorusun, bizə kömək eləyənləri qorusun. Allah köməklərində dur. Baxırsan, adam həvəsə gəlir. Havası təmiz, suyu təmiz, görünüşü təmiz, çox gözəldir. Gün o gün olsun ki, vala, Göyçə mahalı da alınsın, mən də öz vətənimə qayıdım. İnşallah. Vətən həsrətindən biz də yığışaq. Çox qırıldılar, bizimkilər vətən həsrətindən çox öldülər. Demək olar, qalmayıb da bizimki, bax o Qərbi Azərbaycandan gələnlər. Qarabağ Azərbaycandır, dəmir yumruq onların təpəsini əzəcək, Göyçə mahalı da alınacaq. Biz də öz vətənimizə qayıdacaq. Allah köməyiniz olsun, Allah saldatlarımızı qorusun.
Allah prezidentimizi qorusun, şəhidlərə qurban olun mənim canım, qurban qazilərə Allah kömək olsun, şəfa versin.
bizi gücləndirən xalqın iradəsi, dəstəyidir. Bir də demək istəyirəm ki, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalgalanacaq. Biz burada əbədi yaşayacağıq. Yaşasın Laçın, yaşasın Azərbaycan.